bir dəfə özünüzə bu sualı verin. Yarış meydançasına övladınızı dəstəkləmək üçün gəlmisiniz, yoxsa öz stresinizi atmaq üçün? Maraqlısı budur ki, döyüş meydançasında idmançı daha sakit olur. Ancaq ən həyəcanlısı isə valideynlərdir. Övladı uduzan kimi əsəbləşən, hakimə etiraz edən, məşqçini günahlandıran valideynlər olur. Ancaq həmin anda heç kim uşağın nə hiss etdiyini düşünmür. İnanın, uşaq tribunada valideyninin üz ifadəsini tam olaraq görür. Əgər siz əsəbisinizsə, o zaman övladınız da daha uğursuz hiss edir. Əgər siz sakit qalıb uşağı dəstəkləyirsinizsə, o zaman uşaq da uğursuzluğu sağlam qəbul edir. Mənim fikrimcə, yarış günü valideyn işi məşq vermək deyil, güvən verməkdir. Çünki texnikanı məşqçi öyrədir. Özünə inam isə ailədən formalaşır. Yarış bitəndən sonra övladınıza ilk sualınız niyə uduzdun olmasın. Ondan soruşun. Bacardığının ən yaxşısını etdin, qucaqlayın və növbəti yarışa birlikdə hazırlaşın. İnanın, bəzən bir medal yox, bir cümləniz uşağın idmanda qalmasına səbəb olur. Sizcə, valideynin yarışda ən düzgün davranışı necə olmalıdır?